Şəkidə çox maraqlı bir yerdəyəm. Bütün şəhər mənzərəsi görsənir. Buranı mən həmişə şeyə oxşadıram. Kaliforniyada bir yer var, o rəsədxana tərəfdə. Oradan da bütün Kaliforniyanın mənzərəsi görsənir. Nəsə oxşadıram ora. Bütün izləyicilərimin yeni illərini təbrik edirəm. Kanalıma baxdığınız üçün, dəstək olduğunuz üçün çox sağ olun. Yeni ildə də çoxlu videolar çəkəcəm. İndi sizə bildirmək istərdim ki, nə videolar olacaq onlar. Facts and Figures, bir də Thoughts and Notions kitabını izah edib bitirmişəm demək olar ki. İndi onlardan bir üst səviyyə olan kitab, adı neydi onun? Cause and Effect idi, səhv eləmirəmsə. Onun bütün materiallarını izah edəcəm. İçindəki speaking, comprehension, lüğət və s. məsələlərdə kömək eləyəcəm. Əlavə olaraq Shorts bölməsində yüklədiyim videolardan ingiliscə ağır zarafatlar rubrikası var ki, onu da təkmilləşdirəcəm. Ondan sonra cümlə qurmaqla bağlı videolar çəkəcəm. İdiomlarla bağlı videolar istəyənlər çox idi, onları da çəkəcəm. Amma bu ildən yenilik olaraq vlog videoları da çəkməyə başlayacağam. Məsələn, bir dənəsini çəkib paylaşmışdım. Kompüter mühəndisliyindən ingilis dili müəllimliyinə necə keçid elədim deyə. İndi o tip videoları çoxaldacağam. Məsələn, birini də bu yaxınlarda çəkəcəm ki, ingilis dilini və rus dilini, ümumiyyətlə xarici dilləri necə öyrənmişəm. Və yaxud 3-cü qrupa imtahan verdim də bu yaxınlarda. Qəbul imtahanına necə hazırlaşdım. İmtahana hazırlaşan abituriyentlərə öz tövsiyələrimi, hazırlaşma metodlarımı göstərən bir video olacaq və s. Bu dəqiqə yadıma düşənlər bunlardır. Çoxlu videolarım olacaq. Ümumiyyətlə siz mənim kanalıma baxsaz, kanalımda playlistlər bölməsi var. Siz playlist bölməsinə fikir verin. Çəkdiyim bütün video rubrikalarını, kateqoriyalarını səliqə ilə bir növ elə bir papkaların içinə, qovluqların içinə düzmüşəm. Yəni kanalımda bir şey axtaranda səliqə ilə və rahat vaxtda tapa bilərsiniz. Haçan ingiliscə nəyə ehtiyacınız olsa kanalıma girib çox səliqəli şəkildə axtardığınız videoları, axtardığınız məlumat tiplərini tapa bilərsiniz. Yeni ilinizi bir daha təbrik eləyirəm. Çox sağ olun ki, kanalıma, videolarıma dəstək olmusunuz. Dəstək olan bir neçə nəfər var ki, onların profillərinin adını görəndə yadıma düşür həmişə. Prosta videoda paylaşmaq istəmirəm, birdən kimsə narazı olar. Hamınıza çox sağ ol deyirəm. Bu dəqiqə istəyirəm ki, kameramı buralara sabitləyim və havanın necə qaraldığını, şəhərin işıqlarının bir-bir necə yandığını göstərən bir video çəkim. Amma hava soyuqdur, nə gözləməyə səbrim var, nə də ki, telefonumun kamerası onsuz elə yönlü başı çəkmir. Təzə alanda reklamlarda qəşəng idi, amma işlədəndən sonra görüm qəşəng çəkmir. Nəysə də siz elə təsəvvür edin ki, belə bir videonu qoydum mən bura axıra.